Herkese salam. Belə bir sual gəlib ki, beynəlxalq hüquq, cinayət hüququ, kommersiya hüququ, inzibati hüquq daha prestijlidir, iş imkanları baxımından üstünlük hansındadır? Vergi hüququ isə çox çətindir. Belə deyim ki, sizin o dediklərinizin arasında məncə ən perspektivli olan elə vergi hüququdur öncəliklə. Amma sizin verdiyiniz sual bu dairədədir ki, iş imkanı daha çox hansında ola bilər? Belə deyim ki, sizə bunların heç biri sizin iş üçün olan belə deyim də qəbul faizinizi çox artırmır. Yəni bir neçə faiz artıra bilər. Çünki məsələn siz işləmək istəsəz, əgər dövlət orqanlarında imtahanla gedəcəksiniz və sizə orada müsahibədə dünya görüşünüz və qanunvericilik biliklərinizdən sual verilə bilər. Durub siz məsələn cinayət hüququ oxumusunuz deyə sırf cinayət hüququndan sual cavab verilməyəcək ya da siz cinayət hüququ oxumusunuz deyə prokurorluğa girməyəcəksiniz. Ola bilər ki, siz vergi hüququ oxuyarsınız, sonra prokurorluğa hazırlaşmaq istəyirsiniz, gedərsiniz, hazırlaşarsınız. Amma məsələn şirkətə gələndə yenə də eyni şey olur. Şirkətə gələndə heç kim maraqlanmır ki, məsələn şirkətdə cinayət işi o qədər çox olmur da. Məsələn heç kim demir ki, siz cinayət hüququ oxumusunuz, hə sizi götürək, bizim cinayət işlərimizi görərsiniz. Xeyr, siz hər tərəfli olmalısınız. Yəni bir sahə master oxusanız belə bütün sahələrdən xəbərdar olmalısınız. Əgər ümumi bir işdə işləyirsinizsə, yox məsələn vəkil olacaqsınız və sadəcə cinayət işləri götürəcəksiniz, o kesin cinayət hüququ oxumanız sizə təsiri böyük ola bilər. Amma yenə də hər bir halda yəni vəkillərdə də elə bir ayrımçılıq yoxdur. Bir neçə sahəni öyrənməyə çalışırlar. Yəni oxuduğunuz magistr sahəsinin o qədər də bu perspektivə, iş imkanlarına təsiri yoxdur. Bunları rəhbər tutaraq bir sahə seçəcəksinizsə, düzdür, məsələn vergi hüququ üzrə oxuyub sırf vergi üzrə getmək olar. Amma bu demək deyil ki, siz başqa sahələrdə işləməyəcəksiniz. Yəni bu düşüncədən yanaşmayın, daha ümumi yanaşmağa çalışın və prestij baxımından belə deyim də, "Vau, sən burada oxuyursan" dedikləri vergi hüququ da elə birincisi. Çünki orada yəni vergi hüququ hazırda sahibkarlıq fəaliyyətində fərdi fiziki şəxslərlə bağlı hər sahədə olduğuna görə insanlar da fikirləşirlər ki, nə yaxşı vergi hüququ oxuyur, yəni vergi qanunvericiliyini çox yaxşı bilir. Çünki vergi hüququ oxuyanlar sırf vergi məcəlləsini ixtisaslaşdığına görə üzrə. Məsələn, mən beynəlxalq hüquq üzrə beynəlxalq iqtisadi hüquq oxumuşam. Mənim iş yerim, məsələn, soruşmuşdum mən nə oxumuşam, mən demişdim bunu oxumuşam. Onlara yəni vav gəlmişdi. Çünki bizim xarici ixracatlarımız var və onun içində gömrük tənzimləmələri olur. Amma bu demək deyil ki, mən sadəcə beynəlxalq iqtisadi hüquq bilməliyəm. Məndən eyni zamanda soruşuldu ki, sən məhkəməyə iş göndərə bilirsənmi, apellyasiya şikayət yaza bilirsənmi, iddia ərizəsi yaza bilirsənmi? Ya da məsələn cinayət hüququ oxusaydım prokurorluğa girmə şansımı qaldırmayacaqdı bu mənim. Sadəcə mənim biliklərim digərlərinə nisbətdə daha çox olacaqdı. Çünki mən o sahə üzrə ixtisaslaşmış olacaqdım. Məsələn, inzibati hüquq oxuyan tələbələrin kafedrasından yəni danışıram da, onlar məncə çox tutumlu bir ixtisas oxuyurlar. İnzibati hüquq çox tutumlu bir ixtisasdır. Oxuya bilərsiniz. Kommersiya hüququ oxuya bilərsiniz ki, hansısa şirkətdə işləyəndə sizin işiniz asanlaşsın da. Çünki kommersiyanı çox yaxşı biləsiniz. Məsələn, kommersiya hüququ oxuyanlar mülki məcəllənin MMC-lər, tam ortaqlıqlar, ASC-lərlə bağlı olan hissələrini əzbər bilirlər. Yəni bizlərdən daha yaxşı bilirlər normal olaraq. Yəni siz o hissəni oxusaz şirkətdə işləməyiniz asanlaşa bilər sadəcə. Amma buna görə sizi işə mi götürərlər? Yox. Yəni buna magistr ixtisasınızın nə olduğuna çox daha yəni önəm verilmir. Çünki fikirləşirlər ki, magistrda dərslər axşam simenidir, uşaqlar yola verir, tələbələr yola verirlər falan. Yəni ona görə də çox bir önəmi olmadığını düşünür işə götürənlər. Çünki məsələn mənim işə götürən şahid olmuşdu ki, mən hər gün dərsə gecikmə gedirdim işdən çıxanda. Yəni o fikirləşirdi ki, mən oradan nə əldə edə bilərəm ki, həmin ixtisası öyrənərək. Düzdür, nəsə əldə eləmişəm və tətbiq edirəm iş mühitində. Onlar da şahid olurlar, amma biz sadəcə orada məsələn gömrük şeylər keçmirdik ki, dediyim kimi sadəcə gömrük hüququ ya da sadəcə ixracatla bağlı olan məsələləri işdə istifadə eləmirəm ki, ancaq orada ya da ki, ancaq universitetdə bunun haqqında öyrənməmişəm. Məsələn, Dünya Ticarət Təşkilatı hüququ dərsimiz vardı bizim ayrıca. O mənə işdə hələ ki lazım olmur. Ya da məsələn, amma məsələn baxın KOPAT-la bağlı, Dünya Əqli Mülkiyyət Təşkilatı ilə bağlı orada öyrənmişdim. Onları mən burada tətbiq edə bilmişəm. Ya da məsələn, orada mən tutalım ki, PATOK dərslərinin arasında hüquq elmi metodologiyası keçirdim, hüquq elmi müasir problemləri keçirdim. Bunlar heç biri mənə iş mühitində lazım olmurlar. Yəni bunu işə götürənlər də bilirlər bir növ. Ona görə də çox da canınızı sıxmayın. İxtisas seçimi elədiyiniz, məsələn, tutalım ki, siz hədəfləmisiniz beynəlxalq hüquq oxuyun, işə götürəndə mən daha prestijli olacaq və siz beynəlxalq hüquqa girməsəz, buna görə ürəyinizi sıxmayın. Çünki yəni ikinci planda gəlir. Hətta magistr ixtisasının olub-olmaması belə işə götürən üçün önəmli deyil. Yəni üstünlükdür. Hər bir halda iki nəfərin arasında magistr ixtisası olandan magistr ixtisası olan götürüləcək. Amma bu o demək deyil ki, siz bakalavr oxuyandan çox bilirsiniz ya da bakalavr oxuyan sizdən az bilir. Yəni bunun heç bir ona aidiyyatı yoxdur.